Son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platform və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Hansı müddət ərzində onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Bölgə TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir, yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir. Həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır? Əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda bugün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işləməsində iştirak etmiş şəxslər kadrlarda ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm. Amma eyni zamanda bugün vaxt gəlib çatıb ki, bu vahid mərkəzdə birləşsin, deyə dövlət başçısı qeyd edib.